Salam dostlar. Bugün sizə General Elçin Quliyevlə aparıcı Lalə Azərtaşla arasındakı əlaqələrdən danışacağam. Yox, bu siz düşündüyünüz sevgi, eşq əlaqəsi deyil. Deməli, dostlar, Lalə Azərtaşın bir neçə vətəndaşı aldatması barədə bizə şikayət daxil olub. Biz də bunun efirlərini nəzarətə götürmüşük. YouTube-da sizlər də baxa bilərsiniz. Burada gördüyünüz dələduz ginekoloq Yeganə və aparıcı Lalə ilə əlinə uşaqları alıb şou göstərirlər. Süni mayalanma mərkəzlərini reklam edirlər. Amma burada ünvan demirlər. Və nə aşkarlasaq yaxşıdır. Gördüyünüz bu kadrlarda nə yazılıb? Yazılıb ki, DSX, Dövlət Sərhəd Xidməti. Onun yanında DSX logosu. DSX-nın rəhbəri kimdir? General Elçin Quliyev. Bundan nə nəticəyə gəlirik? Deməli, bu biznes generalındır və general öz biznesini reklam edir. General xidmətin başını buraxıb hər ay İlham Əliyevə məruzə edir ki, cənab prezident, bu ay 5 nəfəri doğuzdurdum, 10 nəfəri mayaladım, 5 nəfərin mamışını ağartdım. Bax, belə generalın başı qarışıb biznesə. Sərhədlərdən də narkotiklər keçə-keçdi. İlham Əliyev. Bəs nə oldu? Hərbiçi bizneslə məşğul olmazdı. Ay millət, indi görürsünüzmü? İlham Əliyev sizi vergilərlə minir, amma onun generalı isə biznes açıb kefdədir. Yeri gəlmişkən, ginekoloqdan 30-dan çox ad, soyadlı vətəndaşlar şikayət edib. DSX hospitalında doğuşda uşaq ölümlərinin sayı çoxalıb. Bununla bağlı ayrıca efir olacaq. İndi isə generalın biznesinin şərəfinə Mehriban mahnısı sifariş verib sizlərlə sağollaşıram. Mehribanım mehriban, dur oyna, gel oyna.